Müasir həyatımızda innovasiyaların xüsusi yeri var. Çünki onlar həyat keyfiyyətini yüksəltməyə imkanlar yaradır. Digər tərəfdən məhsuldarlığa çox müsbət təsirlər göstərir. Təkvəzini qorunmaqda bizə dəstək olur və nəhayət gələcəyə nikliniklə baxmağa bizə həmişə kömək edir. Və təsadüfi deyil ki, dövlət səviyyəsində Azərbaycanda innovasiyaların yeri durmadan genişlənir və bu prosesdə Prezident özünün baxışları ondan ibarətdir ki, bəli, innovasiyalar bizim həyatımızın ayrılmaz hissəsi olmalıdır. Digər tərəfdən bu istiqamətdə bütün insanlar öz bacarıqlarını, yanaşmalarını və təşəbbüslərini tətbiq etməlidirlər. Salam, hörmətli tamaşaçılar. Əlbəttə ki, bütün dünyada gedən trend, əsas trend ondan ibarətdir ki, həyat yaxşı tərzdə inkişaf etsin və biz də bu prosesdə demək olar ki, öndə gedən xalqlardan biriyik. Bugünkü proqramımızda bizim qonağımız Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevdir. Ülvi müəllim, mən sizi bir daha salamlayıram, xoş gəlmişsiniz. Salamlar, təşəkkür edirəm. Və həmişə siz bizim proqramlarda olanda biz bilirik ki, siz çox geniş bir miqyasda fəaliyyətiniz barədə danışırsınız. Çünki həqiqətən fəaliyyət özü geniş mahiyyət daşıyır və digər tərəfdən hətta Azərbaycanın milli brendi olan Asan demək olar ki, beynəlxalq arenada da çox inamla addımlayır. Təbii 13 il ərzində böyük bir təcrübə toplanılıb. Mən istərdim ki, ilk növbədə siz bu baxışınızla həm 13 ilin mənzərəsini əks etdirəsiniz, həm də ki, ötən il, 2025-ci ilin də nəticələri özü də diqqət çəkir. Buyurun, zəhmət olmasın. Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, innovasiya bugün qlobal bir trenddir və dövlətlər istər iqtisadi sahədə, sosial sahədə, hərbi, texnoloji sahədə, o cümlədən xidmət sahəsində innovasiyaların tətbiqi ilə bağlı ciddi addımlar atılır bütün ölkələrdə. Amma bir faktı vurğulamaq lazımdır ki, hələ 13 il əvvəl innovasiyalar, müasir texnologiyaların dövlət idarə etməsində tətbiqi ilə bağlı dünyada bir formalaşmış bir düşüncə olmadığı bir vaxtlarda Cənab Prezident Asan xidmətin yaradılması haqqında fərman verdi. Və çox cəmiyyətin Asan xidmət kimi tanıdığı bu struktur Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adlanır və bu konsepsiyanın da əsas mahiyyətini əks etdirir. Yəni, vətəndaşlara xidmət innovasiyalar yolu ilə, müasir texnologiyaların yolu ilə. Bu hibrid öz doğruluğunu bu ötən 13 il ərzində doğrultdu, ona qarşısına qoyulan vəzifələrin öhdəsindən gəldi. Belə ki, bu Cənab Prezidentin şəxsi təşəbbüsü olan Asan Xidmət artıq Azərbaycanın intellektual brendinə çevrildi. Ən mötəbər beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırıldı, qəbul edildi, qiymətləndirildi və bugün artıq dünyaya yaxşı idarə etmə təşəbbüsü kimi, modeli kimi tövsiyə olunur beynəlxalq təşkilatlar tərəfindən. Bu müddət ərzində artıq 94 milyona yaxın müraciət Asan Xidmət olubdur. Əhalimizin sayı 10 milyondan bir qədər çoxdur. Amma 94 milyon müraciət onu göstərir ki, demək olar hər bir fəaliyyət qabiliyyətli şəxs artıq Asandan dəfələrlə istifadə edilir. Və ötən 2025-ci ildə Asan üçün uğurlu oldu. Belə ki, bu dövrdə 12 milyondan çox müraciət oldu Asan xidmətə və vətəndaşların məmnunluq səviyyəsi isə müxtəlif 7 mənbədən topladığımız məlumatlar, eyni zamanda hər bir Asandan istifadə edən vətəndaşdan aldığımız sorğuların nəticəsinə görə 99,9% vətəndaş məmnunluğuna nail olunubdur. 12 milyondan çox müraciət Asan tarixində yeni bir rekorddur. Əvvəllər bu qədər sayı olmamışdır və bu da onu göstərir ki, hər il Asan xidmətə müraciətlərin sayı artır, amma vətəndaş məmnuniyyəti dinamikası dəyişməzdir. Bunun da əsas səbəbi əlbəttə ki, Cənab Prezidentin Asan xidmət qarşısında qoyduğu vəzifələr, prinsiplər, şəffaflıq, sıfır bürokratiya, etik davranış, nəzakətlilik. Bütün bu prinsiplər Asanın hər bir əməkdaşının bir qulluq vəzifəsidir, prinsipidir və biz çalışırıq ki, bu dinamikanı dəyişməz olaraq saxlayaq. Artıq 28 mərkəzimiz var və 10 səyyar avtobuslar, onlar Asan xidmətin olmadığı regionlarda vətəndaşlara xidmət göstərir. Bəli. Və demək olar ki, bu mərkəzlərlə artıq tam Azərbaycanın bütün regionlarını əhatə etmiş oluruq. Bakı şəhərində bir neçə sizin mərkəzləriniz var, rayonlarda var və qeyd etdiyiniz kimi səyyar, belə deyək də, təkər üstündə olan xidmətiniz də var. Ümumiyyətlə, fərqi varmı ki, məsəl üçün, vətəndaşlar
əyalətdə, ucqar bir yerdə necə qarşılayırlar və Bakıda hansı fərqli bir cəhətlər var və s. Yəni bax bu sahədə sizin özünüzün müşahidələriniz, tədqiqatlarınız nə deyir, nədən bizə xəbər verir? Çox yaxşı bir məsələyə ciddi bir məsələyə toxundunuz. Əlbəttə asan xidmət bir mərkəz olanda ola bilər ki, yüksək diqqət nəticəsində xidmət də yüksək ola bilərdi. Amma mərkəzlərin sayı artdıqca o xidmətin yüksək səviyyəsini saxlamaq əlbəttə çətinləşə bilərdir. Məhz bu yerdə Asanın tətbiq etdiyi idarəetmə standartları, tətbiq olunan texnoloji yeniliklər, innovasiyalar və o standartların daimi monitorinq və nəzarət mexanizminin mövcudluğu bizə imkan verir ki, istənilən regionda olan Asan xidmət mərkəzini eyni səviyyədə xidmətini təşkil edə bilək. Bugün rayon mərkəzi ilə Bakı mərkəzi arasında, Bakının iki mərkəzi arasında və ya rayonların mərkəzləri arasında xidmət səviyyəsində qətiyyən heç bir fərq yoxdur. Biz bunu həm vətəndaşların müraciətlərində görürük, təkliflərində görürük, rəy sorğularında da görürük və bu yanaşma bütün beynəlxalq təşkilatlarda əsas qiymətləndirmə meyarlarından biridir. Bilirsiniz, BMT 2 dəfə Asan xidməti ən birinci yerə layiq görməklə ən yüksək mükafata layiq görüldü dövlət xidmətləri sayəsində. Və onların əsas diqqət yetirdiyi meyarlardan da biri budur ki, bütün mərkəzlər bərabər səviyyədə vətəndaşlara xidmət göstərməlidir. Və bu baxımdan da Asan konsepsiyası öz unikallığı ilə seçilir. Və yəqin ki, biz növbəti suallarda bu məsələyə toxunacağıq. Mən qabaqlamaq istəməzdim. Asan xidmət modelinin ümumiyyətlə dünyada yaxşı idarəetmə modeli kimi qəbul olunması və digər ölkələr tərəfindən bu sistemin tətbiqində maraqlı olmasının səbəblərindən biri də onun miqyaslana bilən olmasıdır. Bugün biz 30 ölkə ilə sazişimiz var ki, orada Asan xidmət modeli qurulsun. O ölkələrin içərisində 1 milyon əhalisi olan da var, 280 milyon əhalisi olan ölkə də var. Bu nəyə göstərir? Yəni Asan modeli tipik olaraq bir cəmiyyət və ya bir dövlət quruluşu üçün deyil, müxtəlif idarəetmə modelləri olan, əhali və ərazisi müxtəlif olan istənilən dövlət üçün uyğunlaşdırılmış şəkildə, miqyaslana bilən şəkildə tətbiq oluna bilir. Bu da Cənab Prezidentin Asan modelinin unikallığının göstəricilərindən biridir. Müəllim, ötən il siz bilirəm, mən mətbuatdan da biz onu müşahidə edirdik və uğurla Pakistanda demək, fəaliyyətə başlayan Asan xidmətinin belə deyək, təqdim etmə mərasimində iştirak etmişsiniz. Və ümumiyyətlə, bax, mən istərdim bu genişlənən və 4 qitədə artıq sizin təmsilçiliyinizin olması ilə bağlı əsas göstəricilərə bir münasibət bildirəsiniz. Təşəkkür edirəm. Artıq qeyd etdim, bəli, 30 ölkə ilə bizim və beynəlxalq təşkilatla sazişlərimiz var və bütün sazişlərin əsas maddəsi Azərbaycanın Asan modelinin həmin ölkələrdə tətbiqidir. Yəni, sazişin mahiyyəti birbaşa bundan ibarətdir. Və əlbəttə, biz görürük, bu 30 ölkə demək olar ki, bütün qitələri əhatə edir, 4 qitəni əhatə edir və burada sual oluna bilər, nəyə görə bu ölkələr sırf Azərbaycanın Asan modelinə müraciət edirlər? Çünki Asan bütün bu sahədə olan beynəlxalq mötəbər təşkilatlar tərəfindən artıq qəbul edilib, qiymətləndirilib və hər hansı bir ölkə, deyək ki, Birləşmiş Millətlər Təşkilatına və üzv olduğu digər bir beynəlxalq təşkilata dövlət xidmətləri sahəsində islahat aparmaq üçün bir model istəyərkən, araşdırma apararkən həmin təşkilatlar Azərbaycanın Asan modelini onlara tövsiyə edir. Bu çox vacib yanaşmadır. Bu deməkdir ki, Asan xidmət dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində yeni bir dizayndır. Yəni, Azərbaycan dövləti xidmət sektorunda yeni bir dizayn aparırdır və bu yeni dizayn həm qarşıya qoyulan məqsədlərə xidmət edə bilib və eyni zamanda beynəlxalq tələblərə cavab verir. Və Azərbaycan deməli beynəlxalq standartın artıq yaradıcısına çevrilir. Bəli. Və bu beynəlxalq standart da digər ölkələr tərəfindən qəbul edilir və tətbiq olunur. Və əsasən də burada müəllif bizim mütəxəssislərə aiddir də. Mən belə başa düşürəm və həqiqətən də onlar çox belə vicdanla, şərəflə fəaliyyət göstərərək unikal bir model yaradıblar. Ülvi müəllim,
sadə, asan göründüyü qədər də bu dərin, çox şaxəli bir fəaliyyət, yəni haqqında danışdığınız fəaliyyət. Biz görürük ki, orada bir neçə xidmətlər hamısı bir-birini tamamlayır. Digər tərəfdən çox dəqiq koordinasiya var. Nəhayət insanlarla artıq davranışın özü də diqqət çəkir. Bax, yəni konsepsiya olmadan bu kimi dərin və mürəkkəb fəaliyyəti təmin etmək, təşkil etmək ağla sığmaz bir şeyə çevrilir. Mən istərdim elə konsepsiyaya bir münasibət bildirəsiniz. Çünki bilirəm ki, sizin məhz fəaliyyətiniz konseptual tərzdə həyata keçir. Doğru qeyd edirsiniz. Asan konsepsiyası ümumilikdə bugün əlbəttə vətəndaşlarımız müraciət edirlər xidmətə və bir növ rutinləşmə baş verə bilir. İnsanlarımız düşünür ki, sadəcə gəldim, sənədlərimi aldım və getdim. Bu cür yəni xidmətlərin göstərilmə bir məkanı kimi qiymətləndirilə bilər. Amma əslində hələ 13 il əvvəl cənab prezident bu modeli təsis edərkən onun bir neçə ali məqsədlərini yaratmış oldu. Asan xidmət ilk növbədə korrupsiyaya qarşı bir institusional bir islahat idi dövlət xidmətləri sahəsində və bu gün Asandan xidmət alan sadə vətəndaşlar bürokratiyanın süründürülməsinin nə olduğunu artıq unudublar. Bunu rahat deyə bilərik. Çünki burada şəffaflıq tam təmin olunubdur. Burada dediyimiz o sıfır bürokratiya rejimi tam təmin olunubdur. Nəzakətli davranış və rahat infrastruktur. Bunun üçün Azərbaycan dövləti bu mərkəzlərin müasir standartlara cavab verən infrastrukturun qurulmasına investisiya edibdir və bunun nəticəsində də bu sistem həm infrastruktur baxımından, həm onun daxilindəki idarəetmə modeli və xidmət səviyyəsi baxımından korrupsiyaya qarşı ciddi bir institusional bir mexanizmə çevrilə bilibdir. Digər tərəfdən Asan konsepsiyası vətəndaş hüquqlarının realizə edilmək konsepsiyasıdır. Bu nə deməkdir? Bütün dünyada bilirsiniz ki, dövlət və vətəndaşların hüquq və vəzifələri var qarşılıqlı. Bəli. Vətəndaşın vətəndaşlıq almaq hüququ var, amma bunun üçün o şəxsiyyət vəsiqəsi almalıdır. Vətəndaşın əmlak hüquqları var, bunun üçün o mülkiyyət sənədləri almalıdır. Vətəndaşın sürücülük hüququ var, amma bunun üçün sürücülük vəsiqəsi. Və bu cür müxtəlif, həyatın müxtəlif sahələrini əhatə edən ayrılmaz vətəndaş hüquqları vardır. Amma dövlət vətəndaşın bu hüquqlarını realizə etməsi üçün, yəni həyata keçirməsi üçün necə bir mexanizm yaradıbsa, deməli vətəndaşın, dövlətin vətəndaşın hüquqlarına baxışı da o cür qiymətləndirilir. Bu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası var. Onların qəbul etdiyi qətnamədə sırf Azərbaycanın Asan modelinin insan və vətəndaş hüquq və azadlıqlarına təsiri prizmasından yanaşaraq belə bir qətnamə qəbul ediblər. Və bu gün Azərbaycan dövləti Asanın timsalında vətəndaşlara tamamilə korrupsiyasız, bürokratiyasız, şəffaf xidmət həyata keçirirsə, demək ki, vətəndaşın hüquqlarının həyata keçirilməsinə ən yüksək səviyyədə şərait yaratmış olur. Və digər bir məqam BMT-nin dayanıqlı inkişaf məqsədlərinə cavab verən beynəlxalq səviyyədə olan bir platformadır Asan konsepsiyası. Bilirsiniz, BMT tərəfindən bir neçə bənddən ibarət dayanıqlı inkişaf məqsədləri qəbul olunur və BMT-yə üzv olan bütün ölkələr üçün o icrası məcburi olan bir tövsiyələr xarakteri daşıyır və dövlətlər bunun üçün məsuliyyət daşıyır bu məqsədlərə çatmaqda. Asan modeli eyni zamanda həmin dayanıqlı inkişaf məqsədlərinə cavab verən beynəlxalq bir platformadır. Və bugün beynəlxalq təşkilatların da, digər dövlətlərin də Asanı olan maraqlarının, yəni Asanı öz ölkələrində tətbiq etmək istəyinin səbəblərindən biri də Asanın bu cür beynəlxalq öhdəliklərə tam cavab verən bir platforma olmasıdır. Və ən nəhayət rəqəmsal transformasiyanın əsas komponentidir. Bugün artıq bütün dövlətlərdə bir rəqəmsal transformasiya prosesi həyata keçirilir dövlət səviyyəsində və Azərbaycanda da Asan xidmət rəqəmsal dönüşmənin, rəqəmsal transformasiyanın əsas sütunlarından biri olmuşdur, əsas komponenti olmuşdur. Hətta biz Asan yaranana qədər Azərbaycanda elektron xidmətlərin, rəqəmsal həllərin, müasir texnologiyaların tətbiqi və Asan yarandıqdan sonra onların səviyyəsini müqayisə etsək, bu açıq-aydın görünəcəkdir. Və eyni zamanda bugün Asan modelini öz ölkəsində tətbiq edən ölkələrin də yekun əsas məqsədi
rəqəmsal transformasiyanı uğurla həyata keçirməkdir və onlar ASAN modelini öz ölkələrində tətbiq etməklə bu transformasiyanın uğurunu şərtləndirmiş olurlar. Aydındır və əsasən yəni mən belə anladım ki, sizin danışığınızdan bu 4 segment faktiki olaraq elə əsas sizin konsepsiyanında sütunlarını təşkil eləyir. Bəli. Və təbii ki, şəffaflıq olduğu halda qeyri-qanuni hərəkətlərdən də biz artıq sığortalanırıq. Digər tərəfdən vətəndaşların sorğularına vaxtında cavab vermə imkanları yaranır və nəhayət həm də ümumi bir məmnunluq belə atmosferi formalaşır. Təbii ki, bu fəaliyyət əsnasında Ölü müəllim, yeni standartlar da formalaşır da. Yəni ASAN-ın özünün də standartları var. Əgər bu haqda danışmaq mümkünsə, sizin üçün bax bu standartlar kompleksi çərçivəsində daha mühüm nədir? Ötən illər ərzində artıq ASAN-ın əldə etdiyi təcrübə nəticəsində qeyd etdiyiniz kimi ASAN idarəetmə standartları formalaşdı. Bu standartlar həm ASAN-ın gündəlik idarəetməsində tətbiq olunur, eyni zamanda ixrac etdiyimiz ölkələrdə ASAN modelinin tətbiqi ilə bağlı bu standartlar həmin ölkələrdə qəbul edilir və tətbiq edilir. Üzr istəyirəm sizdən, Ölü müəllim, çox üzr istəyirəm. Mən istəyirəm nəyə bilirsiniz, münasibət bilirsiniz. Yəni bu standartlar bizim cəmiyyətin, bizim insanlarımızın sorğuları, istəkləri səviyyəsində formalaşır. Mən belə başa düşürəm. Əgər belədirsə, onda xarici aləmdə necə onları qavrayırlar? Standartlar dövlət xidmətlərinin vətəndaşlara əlçatanlığını müəyyən edir. Standartlar vətəndaşların məlumatlandırılması, daim məlumatlı saxlanmasını, vətəndaşların şikayət və təkliflərinin idarə edilmə mexanizmini, xidmət zamanı yarana biləcək konflikt hallarının idarə etmə mexanizmini və ən nəhayət kadr potensialının gücləndirilməsi və xidmət mərkəzləri təşkil olunacaqsa, o mərkəzin təşkil olunma standartlarını əhatə edən kompleks tədbirlərdir. Və bu təbii ki, bu ötən illərin təcrübəsindən, yəni vətəndaşlardan aldığımız şikayətlər, təkliflər, sorğular və tətbiq olunan yeni texnoloji həllər, innovativ həllər nəticəsində əldə olunan bir biliyin institusional formada, formalaşdırılmasıdır bu standartlar. Və bu elə bir bu kompleks standartlardır. Bu Azərbaycanda da tətbiq olunsa dəyişməzdir, digər ölkələrdə tətbiq olunur. Çünki əsas prinsipləri müəyyən edir. Və ASAN xidmət əlbəttə hər bir ölkədə o ölkənin hüquq sisteminə, idarəetmə sisteminə, o ölkənin mədəniyyətinə uyğunlaşdırılaraq yenidən formalaşdırılır əsas prinsiplər saxlanmaqla və hər bir ölkənin o dediyim şərtlərinə cavab verməklə o ölkədə tətbiq olunur. Qeyd etdiyim kimi biz məsələn bu yaxınlarda Pakistanda ASAN xidmətinin açılışını oldu. Yeri gəlmişkən onu da qeyd edim ki, bu cənab prezidentin Pakistan xalqına və Pakistan dövlətinə bir hədiyyəsi idi. Çünki biz orada tamamilə ASAN konsepsiyasını və xidmət mədəniyyətini, ASAN təcrübəsini Pakistanlıdakı tərəfdaşlarımıza transfer etdik. Yəni orada sıfırdan başlanıldı. Sıfırdan bəli başlanıldı və bütün bu görülən işlər də cənab prezidentin tapşırığı əsasında qoyuldu. Və artıq həmin ölkədə bir mərkəz formalaşırsa, eyni standart çərçivəsində onlar onu çoxalda bilirlər. Bugün biz ötən ilin yayında Efiopiyada ASAN xidmət, ilk ASAN xidmət mərkəzinin açılışını etdik. Bugün artıq orada 16 mərkəz var və bu növbəti ildə onun sayını 30-a çatdırmaq istəyirlər. İndoneziyada biz bir neçə il əvvəl ASAN xidmət mərkəzinin açılışını etdik. Bugün orada 300 mərkəz var. Özbəkistanda ASAN xidmətinin ilk mərkəzinin modelinin qurulmasında iştirak etdik. Artıq orada 207 ASAN xidmət bazası əsasında xidmət göstərən mərkəzlər mövcuddur. Uqandada həmçinin və qeyd etdiyim kimi artıq bu ölkələrin sayı artıbdır. Bu il ərzində də biz bir neçə ölkədə artıq prosesi yekunlaşdıracağıq, ilk mərkəzlərin açılışı olacaqdır. Yəni bu baxımdan ASAN xidmət standartları artıq beynəlxalq standartdır, qəbul edilmiş bir standartdır. Onu da qeyd edim ki, COP29 çərçivəsində BMT ilə Azərbaycan hökuməti arasında bir töhfə sazişi imzalandır. Orada əsas məqsəd həmin bu ASAN xidmət modelinin və ASAN standartlarının 4 qitədə təbliğ və təşviq olunmasıdır. Burada diqqət yetirilməli məqam odur ki, bu təbliğatı və təşviqatı aparan tərəf BMT-dir, beynəlxalq təşkilatdır. Azərbaycan deyil. Yəni onlar Azərbaycanın bu modelini, bu standartını
beynəlxalq səviyyədə qəbul edirlər, qiymətləndirirlər və 4 ölkədə bunun tətbiqi ilə bağlı təşviqat işləri aparırlar və aparacaqlar. Bax, siz xarici ölkələrdə demək olar ki, bayaq qeyd etdiyiniz kimi sıfırdan artıq bütün bu sistemi qurursunuz və o fəaliyyətə başlayır. Sonra isə münasibətlərdə hansı atmosfer hökm sürür? Yəni, informasiya mübadiləsi varmı həmin ölkələrin rəhbərləri ilə, yəni sizin kolleqalarla, sizin həmkarlarınızla? İnformasiya mübadiləsi, sonra təcrübə mübadiləsi, sonra yeni bir baxışların artıq bir banka toplanması, bank siyasəti olur da, bilirsiniz, informasiya bankı, sonra bacarıqlar bankı və s. Bax, bu səviyyədə münasibətlər necə şaxələnir? Asan ilk növbədə Azərbaycanın intellektual brendidir və təbii ki, bu bizim əsas vəzifəmizdir ki, Asan modelinin tətbiq olduğu ölkələrdə bu brendin səviyyəsi saxlanılsın. Bu baxımdan həm həmin ölkələrin sorğusu əsasında, həm bizim Asanın əsas siyasəti bundan ibarətdir ki, qeyd etdiyim bu Asan standartların həmin mərkəzlərdə uğurla tətbiq edilməsini biz audit edirik, yəni qiymətləndiririk. Bu o deməkdir ki, əlbəttə mərkəz quruldu, artıq iş bitmir. İş əslində mərkəz qurulduqdan sonra başlayır. Bununla bağlı həmin ölkələrin əməkdaşlarına təlimlərin keçirilməsi, yeni Asanda tətbiq olunan yeni həllər varsa, həmin həllərin həmin ölkələrin mərkəzlərinə transfer edilməsi və ümumiyyətlə Asan standartlarının dəqiq tətbiqini yoxlamaq üçün audit keçirilməsi və audit nəticələrini əsasən onlarla yeni əməkdaşlıq formatlarının qurulması. Proses bu cür qurulubdur və bu uzun müddətli xarakter daşıyır. Bu, Azərbaycanın Asan xidməti ilə müqabil dövlətində olan tərəfdaşlarımızla olan ikitərəfli münasibətlərdir. Amma həm də bu Azərbaycanın beynəlxalq siyasətinə bir töhfədir. Yəni, bugün Azərbaycan dünyanın bütün ölkələri ilə bərabər hüquqlu səviyyədə qarşılıqlı tərəfdaşlıq edir və əslində Asan modelinin ixracının, uğurlu ixracının səbəblərindən biri də Azərbaycan dövlət başçısının apardığı xarici siyasətdir. Biz bunu daim hiss edirik. Məsələn, deyə bilərik ki, nəyə görə Afrika ölkələri və yaxud da Asiya ölkələri arasında bizdən iqtisadi cəhətdən, siyasi cəhətdən, hərbi cəhətdən daha güclü olan dövlətlər də var, amma onlar Azərbaycanın Asan modelini tətbiq istəyirlər, Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Bu, Azərbaycan dövlət başçısının yaratdığı o beynəlxalq siyasi imicinə bağlıdır. Yəni, o ölkələr bilirlər ki, Azərbaycanla biz əməkdaşlıq etsək, bu qarşılıqlı hörmət prinsipi əsasında iki tərəfli əməkdaşlıq olacaqdır. Bu, hansısa yan təsirlərə gətirib çıxarmayacaqdır. Yəni, bundan fərqli olaraq daha başqa dövlətlərlə bu cür, xüsusilə də idarəetmə sahəsində, dövlət idarəçiliyi sahəsində bir nümunə model götürmək istəyəndə, orada bir müdaxilə elementləri, bir yan təsir elementləri ola bilir. Amma Azərbaycanın yaratdığı bu imic bizə imkan verir ki, biz daha rahat Asan modelini o ölkələrdə tətbiq edək. Deməli, belə çıxır ki, yəni Azərbaycanın həm də intellektual resurs ixracatının imkanları genişlənir də. Çünki biz faktiki olaraq intellektual potensialımızın, insan kapitalının yaratdığı resursu biz artıq xarici ölkələrə ötürürük də. Və bu da bizim həm Azərbaycan kimi, belə deyək, imicimizin artıq formalaşmasında böyük bir nailiyyətdir və digər tərəfdən də biz artıq həm də ən müasir, ən aktual tərzdə tələb olunan sahəyə çox geniş bir pay vermiş oluruq. Bəli, Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə sahəsində, vətəndaş hüquqlarının təmin edilməsi sahəsində, dövlət idarəetməsi və dövlət xidmətləri sahəsində bir standart müəyyən edibdir. Yeni bir yanaşma, yeni bir konsepsiya ortaya qoyubdur. Hansı ki, bu yanaşma həm insan resurslarına əsaslanır, müasir texnologiyalara əsaslanır, Azərbaycanın dövlətinin baxışına, gələcək baxışına əsaslanır və bu baxış, bu konsepsiya beynəlxalq səviyyədə tanınıb, qəbul edilir. Bu əsas faktordur, göstəricidir. Belə deyək, Ülvi müəllim, yəni innovasiyaların əlbəttə ki, xüsusi yeri var bizim həyatımızda, amma indiki dövrü biz həm də süni intellekt dövrü kimi qiymətləndiririk və ola bilməz ki, sizin agentliyin özünə məxsus süni intellekt strategiyası olmasın. Çünki strategiya bu həm bu günə, həm də gələcəyə baxış deməkdir. Və bu baxımdan mən istərdim, bax, bu məsələyə siz münasibət bildirəsiniz. Çünki yəqin ki, bu zəmində də elə xarici həmkarlarla sizin əməkdaşlığınız formalaşacaq.
Təşəkkür edirəm. Bəli, asan xidmətin 2024-26-cı illəri əhatə edən süni intellekt strategiyası var. O cümlədən ötən il Cənab Prezidentin süni intellekt sahəsində bir strategiya qəbul etdi. O strategiyaya uyğunlaşdırmaqla asan xidmət də öz fəaliyyətində süni intellekt həllərindən istifadəni hədəfləyibdir. Və bugün artıq bir neçə asanın daxili idarəetmə sahəsində bir neçə komponent üzrə süni intellekt həlləri tətbiq olunur və bunun da çox uğurlu nəticələrini biz görürük. Hətta bu sahədə də bir nümunə yaradıla bilibdir və biz digər ölkələrdə bu asan xidmət modelini qurulmasında iştirak edərkən həm də asanın yaratdığı, tətbiq etdiyi texnoloji həllər, o cümlədən süni intellekt həlləri çox böyük maraqla qarşılanır və qəbul edilir. Eyni zamanda ötən ilin sonunda dekabr ayında Asan Süni İntellekt AI Hub adlı bir platforma yaradıldı. Bu platformanın yaradılmasının əsas məqsədi Cənab Prezidentin ötən il Milli Elmlər Akademiyasının yubileyində iştirakı zamanı bilirsiniz bir proqram xarakterli çıxış etdi və süni intellektlə bağlı məsələlərə toxundu. Onun vacibliyini vurğuladı və hər bir dövlət orqanına süni intellekt həllərinin tətbiqi, araşdırılması ilə bağlı məsələlərdə elmi ictimaiyyətlə, Azərbaycanın elm dünyası ilə birgə tədqiqat, araşdırma aparılması məsələsinə diqqət yetirilməsi tapşırığı verildi. Bundan ilhamlanaraq Asan Xidmət bir Asan AI Hub bir platforma yaratdı və bu platformanın da əsas məqsədi istər dövlət qurumları, istər Asan Xidmətin özü, biznes strukturları, əgər öz daxili idarəetməsində hər hansı bir süni intellekt həlləri tətbiq etmək istəyirlərsə, onun araşdırma, tədqiqat hissəsini Azərbaycanın universitetlərində, Elmlər Akademiyasının institutlarında olan laboratoriyalara, elmi şuralara, elmi alimlərin yəni ixtiyarına verə bilsinlər, sifarişini edə bilsinlər və bununla da biznes, dövlət və elm ictimaiyyəti arasında bir koordinasiya qurulmuş olur, bir əlaqə yaradılmış olur. Ki burada da əsas məqsəd bu süni intellekt erasında Azərbaycan elmi ilə biznesini və dövlət xidmətləri sektorunu bir araya gətirməkdir. Və çox qısa müddətdə bu platforma beynəlxalq çıxışlar da əldə edibdir. Dünya süni intellektlə bağlı kommunikasiya təşkilatları var. Yəni süni intellektlə məşğul olan təşkilatlar, startaplar, alimlər, tədqiqatçıların olduğu bir beynəlxalq platformalar var ki, onların hər biri ilə artıq memorandumlar, əməkdaşlıq sazişləri imzalanıbdır. Düşünürəm ki, bununla da biz Asanın səlahiyyətləri çərçivəsində Azərbaycan dövlətinin ümumi süni intellekt strategiyasına töhfə vermiş olacaqdır. Sağ olsun. Ülvi müəllim, bəllidir ki, innovasiyalar sizin belə deyək də əsas silahınızdır, fəaliyyət göstərdiyiniz agentliyin. Tapşırıqlar hamısı vaxtında yerinə yetirilir. Sonra siz vətəndaşlarla çox, mən deyərdim, çox şaxəli əlaqələrinizi qoruyub saxlayırsınız. Çünki insanlardan gələn sorğularda öz fəaliyyətinizdə nəzərə alırsınız. Amma innovasiyalar elə bir məfhumdur ki, onun dəqiq sərhədləri yoxdur. Yəni biz görürük ki, həmişə həyatın özünün də inkişafı, həyat tərzinin yeni tələbləri hardasa bizim baxışlarımızı yenidən formalaşdırır. Sonra özümüzün bir yeni yanaşmalarımız formalaşır. Bax, bu cəhətdən indi biz sizinlə yanvar ayında, ilin əvvəlində görüşürük. 2026-cı il üçün sizdə hansı planlar var, sonra hansı yenilikləri sağlıq olsun siz vətəndaşlarımıza təqdim edə biləcəksiniz? Bəli, vətəndaşların təklifləri bizim üçün həssasdır və qeyd etdiyim kimi biz ən müxtəlif mənbələrdən, sosial şəbəkələrdən, çağrı mərkəzindən, Asanda keçirilən rəy sorğularından, müxtəlif istiqamətlərdə biz o rəyləri, fikirləri, təklifləri toplayırıq və bugün 99.9% vətəndaş məmnunluğu bizim üçün bir məsuliyyət yaradır. Bu məmnunluğu daim saxlamaq lazımdır və vətəndaşların gözləntiləri də hər il artır. Bu da təbiidir. Yeni nəsillər formalaşır. 13 il əvvəl 10 yaşı olan uşaq Asan Xidmətdən əvvəl hansı proseslər olubdur bilmir. Asan Xidmətdən istifadə etməmişdir. Bugün həmin uşağın artıq 23 yaşı var, o gəncdir və Asandan bir neçə dəfə istifadə edib və onun dünya görüşündə dövlət xidmətləri elə belə də olmalıdır kimi formalaşıbdır və yeni gözləntilər yaranır.
Və Asan əlbəttə yeni innovativ həllər, rəqəmsal həllər tətbiq etməklə o gözləntiləri doğrultmağa çalışır və buna görə bu ildə qarşımızda ciddi məqsədlər var və mərhəli şəkildə biz onları tətbiq etdikdə artıq məlumat verəcəyik. Həm geniş ictimaiyyətə, vətəndaşlarımıza. Çünki bu qeyd etdiyiniz kimi dinamik prosesdir. Bu bir dəfə tətbiq olunmaqla iş bitmiş sayılmır. Xüsusilə də süni intellekt. Süni intellekt ümumiyyətlə bugün dünyada bir trenddir, bəzi hallarda dəb halına alıbdır bu ifadənin işlədilməsi. Amma biz baxırıq süni intellektin dövlət xidmətləri sahəsində hansı töhfələr ola bilər, hansı cəhətdən biz onu istifadə edə bilərik və bu dövlətə qənaətə gətirib çıxarmış olsun, vətəndaşın isə məmnunluğunu artırmış olsun. Sırf bu prizmadan biz yanaşırıq və bu prizma ilə süni intellekt həllərinin tətbiqini biz Asan xidmətdə davam etdirəcəyik. Ülvi müəllim, bəllidir ki, dövlət başçısının əsas strateji xətti ondan ibarətdir ki, insan kapitalı bizdə daim artsın, sonra onun biz fəaliyyətini, rolunu özümüz hiss eləyək, görək və bəllidir ki, sizin də rəhbərliyiniz altında çalışan agentliyin bütün kollektivi əsasən cavanlardır. Və bax, cavanlarınızı necə siz səfərbər eləyirsiniz ki, onlar da intellektual sahədə öz bacarıqlarını yerindəcə istifadə etsinlər, təşəbbüskarlığı artırsınlar. Çünki təşəbbüskarlıq olmasa, yeni baxışlar olmasa, əlbəttə ki, inkişaf da səngər. Təbii, Asan xidməti ilk yarandığı gündən Cənab Prezidentin tapşırığı oldu. Bura gənclər işə qəbul olunsun və xanımlara üstünlük verilsin. Və bugün Asan xidmətdə orta yaş 29-30 yaşdır. Bu əvvəllər daha gənc idi, görünür, illər keçdikcə biraz qalxıb və daha çox da xanımlar üstünlük təşkil edir. Və bu gənclər, bu dinamika deməkdir, bu enerji deməkdir, bu təşəbbüskarlıq deməkdir. Təbii ki, Asan idarəetməsində, daxili qaydalarda biz bu təşəbbüskarlığın üzə çıxarılması, onların qiymətləndirilməsi ilə bağlı bir neçə həllərimiz mövcuddur. İdeya bankı var, hər il əməkdaşlarımız ora xidmətlə bağlı öz təkliflərini irəli sürürlər və onlar qiymətləndirilir bu təkliflərə görə. O təkliflərin, təşəbbüslərin sonradan real tətbiqi ilə bağlı əməli işlər görülür. O cümlədən Asan könüllüləri. Bugün artıq Asan könüllülərinin sayı, bu günə qədər Asanda könüllü olan gənclərin sayı 40 mini ötüb. Və onlar Asanda təcrübə keçməklə həm yeniliklərlə tanış olurlar, yeni innovasiyalarla tanış olurlar, yeni innovativ metodları özləri təklif edirlər. Asanda dövlət idarəetmə sahəsində təcrübə əldə edirlər və eyni zamanda vətəndaşlarımızda rəqəmsal bacarıqların inkişaf etdirilməsində mühüm rol oynayırlar. Bugün Asanda könüllü olan gənc, Asanda tətbiq olunan o rəqəmsal həllin, rəqəmsal xidmətin istifadəsi üçün vətəndaşlarımıza yardım edir, kömək edir. Və bununla da vətəndaşlarımızda rəqəmsal bacarıqların inkişaf etdirilməsinə nail olur. Bu elə bir sistemdir ki, burada iki tərəfdən biri inkişafdan geri qalsa, son məqsədə çatmaq olmur. Yəni, dövlətin gücü var, sürətli rəqəmsal transformasiya edə bilər, amma cəmiyyətin rəqəmsal bacarıqları ondan aşağı qalacaqsa, o zaman dövlətin bu sahəyə yatırdığı investisiya özünü doğrultmaya bilər. Ona görə Asan könüllülər, Asan xidmət, Asan əməkdaşları vasitəsilə biz həm də cəmiyyətin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması üçün müxtəlif tədbirlər, layihələr görürük, həyata keçiririk. Və bu gün üçün insan resursları, insan kapitalı ümumiyyətlə bir nömrəli faktordur. Və bu insan resurslarının inkişaf etdirilməsində Asan da öz səlahiyyətləri çərçivəsində müəyyən işlər görür. Belə bir prinsip var, öyrədərək öyrənirik. Yəni bu həm sizdə fəaliyyət göstərən personala aiddir, həm də bizim vətəndaşlara. Çünki onların da içində müxtəlif insanlar var. Görürsən ki, maraqlanırlar, nəsə bir təcrübə əldə etmək istəyirlər və istəyirlər özlərini məhz bu sahədə sınasınlar. Bax, belə olduğu halda yəqin ki, həm də sizə müraciətlər olur da, cavanlar tərəfindən, istifadəçilər tərəfindən. Yəni söhbət bizim gələcəyimizdən gedir ki, cavanlar əgər nəyəsə maraq göstərirlərsə, o marağı həmişə dəstəkləmək lazımdır. Bax, bu istiqamətdə hansı təşəbbüslər özünü doğruldur? Dediyim İdeya Bankı portalı çox vacib bir alətdir bizim üçün. Xüsusilə təşəbbüslərin irəli çəkilməsi, qiymətləndirilməsi baxımından. Və biz bir neçə il bundan əvvəl, bu yalnız əməkdaşlarımız üçün idi. Bu artıq bir neçə ildir bu vətəndaşlarımız üçün də açıqdır.
Yəni dairə genişlənir də bir növ. Çox genişlənib və sizi çox doğru qeyd etdiniz. Vətəndaşlarımızın doğrudan da entuziazm səviyyəsi bizi çox sevindirir. Çünki onlar bir çox layihələrlə, təkliflərlə Asana müraciət edirlər. Məsələn, bayaq qeyd etdim, Asan AI Hub platforması, süni intellekt platforması yaradılıbdır. Xaricdə yaşayan Azərbaycanlı bu sahədə fəaliyyət göstərən nə qədər gənclərimiz var. Onlar müraciət edirlər, yazırlar. Necə əməkdaşlıq etmək olar, necə inkişaf etdirmək olar, necə töhfə verə bilərəm. Bu bizi əlbəttə çox sevindirir və burada düşünürəm bizim üzərimizə düşən ən böyük vəzifə o cür təşəbbüskar vətəndaşları daha da həvəsləndirməkdir. Dəstəkləmək lazımdır. Bəli, dəstəkləmək, dinləmək və onlarla əgər doğrudan da irəli sürdüyü təklif, layihə həyat qabiliyyətlidirsə, onu birgə, həmin əməkdaşlarla birgə onu həyata keçirməkdir. Bu baxımdan dediyim İdeya Bankı platforması bizim üçün bir uğurlu bir alət rolunu oynayır ki, biz vətəndaşlarımızı da bu proseslərə cəlb edə bilək. Əlbəttə. Və nəhayət bu xarici ölkələrdə fəaliyyət göstərən sizin həmkarlarınız ki, sizin vasitənizlə, sizin təşəbbüskarlığınız nəticəsində onlar da uğurla fəaliyyətə başlayıblar. Təbii ki, onların da personalı var, onlarda da yeni baxışlar var, yeni inovativ, belə deyək, təkliflər var. Bax, bu səviyyədə təcrübə mübadiləsi necə aparılır? Yəni, məsəl üçün, bizim mütəxəssislər xaricə gedirlərmi, onlardan həmkarlar Bakıya, Azərbaycana gəlirlərmi və bu baş verdikdə hansı, belə deyək, beyin fırtınaları baş verir? Asan modelinin qurulması ilə bağlı əməkdaşlıq çərçivəsində biz həmin ölkələrin dövlət qulluqçularına təlimlər keçiririk. Yəni, Asanın ixracı dedikdə biz Asanın bilik və təcrübəsinin transferini nəzərdə tuturuq. Və bu bilik və təcrübə transferi təlimlər, treninqlər vasitəsilə ötürülür. Həmin ölkələrin dövlət qulluqçularına, aidiyyatı qurumların, təşkilatların əməkdaşlarına və ilkin etapda bizim əsas fokuslandığımız sahə Asan modelinin, Asan xidmət mədəniyyətinin, Asanın rəqəmsal həllərinin və standartlarının həmin ölkələrə təlim formasına transfer edilməsidir. Amma artıq bu yeni bir yanaşmadır, yeni bir mərhələdir ki, artıq o ölkələrin dövlət orqanları ilə birgə biz ideya mübadilələri də aparaq, müəyyən layihələr, birgə layihələr həyata keçirək. Bu artıq yeni bir mərhələdir. Var elə layihələr, artıq var ortaq layihələr. Mərkəzləşdirilmiş qaydada həyata keçirmək üçün biz yeni bir beynəlxalq bir layihə, konsepsiya üzərində çalışırıq. Yəni, bu artıq bu il ərzində, 2026-cı ildə biz bunu həyata keçirəcəyik. Aydındır. Ülmən, biz artıq söhbətimizin final mərhələsinə qədəm qoyuruq, özünə məxsus. Və təbii ki, bax, xaricdə də siz olursunuz, sonra siz ən böyük əhalisi olan, 280 milyon əhalisi olan, yəqin ki, İndoneziyanı nəzərdə tuturdunuz və bu çox özünə məxsus bir ölkədir. Onlar da innovasiyalar sahəsində çox irəli gedirlər, süni intellekti yaradıblar. Digər tərəfdən ən, belə deyək, mütərəqqi üslublara üstünlük verən bir məmləkətdir. Və bax, onların səviyyəsində Azərbaycan necə qarşılanır? Yəni, biz Azərbaycan olaraq, biz milli brendimizi, Asanı ora daşıyırıq. Amma onların sonradan Azərbaycana, başqa sahələrinə, bizim başqa həyatımızın sahələrinə maraq oyanır, yoxsa yox? Əlbəttə, Asan xidmət modelinin ixracı yeni bir cığır açır. İki ölkə arasında digər sahələrdə də əməkdaşlıq üçün biz zəmin rolunu oynaya bilir. Azərbaycan iqtisadi cəhətdən çox şaxəli bir siyasət həyata keçirir və iqtisadi sferada dünyanın demək olar ki, əksər ölkələri ilə əlaqələri var, iqtisadi münasibətləri var. Amma dövlət idarəçiliyi və dövlət xidmətləri sahəsində əməkdaşlıq həmin ölkələrlə Asan modeli vasitəsilə həyata keçirilir və təbii olaraq əgər buradan belə bir gözəl bir nümunə Azərbaycandan model olaraq götürmüşüksə, nəyə görə digər sahələrə baxmayaq? Yəni, həmin dövlətlərdə bu baxış formalaşır. Siz İndoneziya dediniz, Pakistan dünyanın ən böyük İslam ölkələrindən biridir, 250 milyon əhalisi var, nüvə dövlətidir. Azərbaycanın strateji tərəfdaşlarından biridir. Efiopiyanın 120 milyon əhalisi var. Uqandanın 30 milyon əhalisi var. Biz indi Rumıniya ilə işləyirik. Biz ötən ilin sonunda, dekabr ayında
Rumuniyada dövlət sektorunda innovasiyalar forumu keçirildi və onlar bizə rəsmi müraciət etdilər ki, dövlət sektorunda tətbiq olunan innovativ həlləri asan xidmət qiymətləndirsin. Yəni o həllər nə dərəcə dövlət xidmətlərinə faydalıdır. Və biz orada qiymətləndirmə həyata keçirdik və asan mükafatını təqdim etdik qalibə. Yəni Rumıniya Avropa Birliyinin üzvü olan dövlətdir və orada da asan xidmət modelinin qurulması istiqamətində indi əməkdaşlıq gedir. Montenegro ilə sazişimiz var, orada işləyirik və bir məsələni də açıq vurğulamalıyam ki, bir sıra Avropa Birliyi üzvü olan kifayət qədər inkişaf etmiş ölkələr, onların rəsmi nümayəndələri asan xidmətdə səfərdə olub, ziyarət ediblər və onlar şifahi söhbətlərdə asan modelinin onlara son dərəcə vacib olduğunu, lazım olduğunu bildirirlər. Amma müəyyən hansısa bir ego, yəni nəsə hansısa bir his onlara imkan vermir ki, Azərbaycanla bu sahədə bir əməkdaşlıq sorğusu etsinlər. Yəni asan modelin orada qurulması ilə bağlı əməkdaşlıq etsinlər. Amma düşünürəm ki, gələcək illərdə artıq asan o qədər dövlət xidmətləri sayəsində bürokratiyanın aradan qaldırılması lazımdır. Bu gün bir çox ölkələr bürokratiyadan ciddi əziyyət çəkir və bürokratiyanın mövcudluğu bütün digər sahələrə ciddi təsir edir. Və bu bürokratiyanın aradan qaldırılmasında və rəqəmsal transformasiyanın həyata keçirilməsində uğurlu model olduğuna görə gələcək illərdə də Avropada da, digər qitələrdə də asan modelinin maraq getdikcə daha da artacaqdır. Bəli, əlbəttə indi burada bəzi hallarda bizə elə gəlirdi ki, dünyada ən mütərəqqi, ən müasir tapıntılar hardasa uzaqlarda yaranır. Amma indi biz görürük ki, Azərbaycan özü artıq bütün dünyaya açılmış bir ölkədir. Biz özümüz, öz baxışlarımızı da bildiririk. Sonra çox böyük irəliləyişlərimiz var və siz bu günləri onların haqqında müfəssəl danışdınız öz istiqamətiniz səviyyəsində. Hələ ki, bu bizə qürur verən bir göstəricidir. Nəsə demək istəyirsiniz siz? Ülvəm, çox sağ olun, minnətdaram. Çox maraqlı söhbətə görə, sonra həqiqətən də sizin fəaliyyət coğrafiyanız böyüyüb, dünya səviyyəsində tanınır və bizə qalan odur ki, ancaq və ancaq sizə yeni uğurlar arzulayaq. İnşallah işləriniz müvəffəqiyyətlə müşahidə olunsun və həmişə sevinib bizləri də sevindirəsiniz. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Belə hörmətli tamaşaçılar, bizim bugünkü hədəfimiz sona çatır. Xatırladıram ki, mənim həmsöhbətim Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev idi. Biz çox vacib bir məsələ ətrafında söhbət aparmışdıq. İnanıram ki, sizin üçün həqiqətən də bu vacib bir müsahibə idi. Çünki biz hamımız asan xidmətin imkanlarından istifadə edirik və həm də gərək onu layiqincə qiymətləndirək. Bu günlük bu qədər. Çox sağ olun. Efirdə görüşənədək.